Bismillahirrahmanirrahim. Allahı üluhiyyətdə təkləşdirməyin vacib olması barədə bir çox müqəddəs yazılar və açıq-aydın dəlillər mövcuddur. Bunlar müxtəlif yollarla üluhiyyətdə təkləşdirməyin vacib olmasına dəlalət edir. Uca Allah buyurur: Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan qorxasınız. Əl-Bəqərə surəsi 21-ci ayə. Allaha ibadət edin və heç bir şeyi ona şərik qoşmayın. Ən-Nisa surəsi 36-cı ayə. Rəbbin yalnız ona ibadət etməyi buyurmuşdur. Əl-İsra surəsi 23-cü ayə. Buna bənzər digər ayələr də mövcuddur. Bəzən yaradılışın qayəsini, insanların və cinlərin yaradılmasında əsas məqsədin məhz ibadət olmasını bəyan edir. Uca Allah buyurur: Mən cinləri və insanları ancaq mənə ibadət etmək üçün yaratdım. Əz-Zariyyət surəsi 56-cı ayə.